Bismillah və salatu və salamu alə Rasulillah, əmmə bə'd. Deməli, qardaşlar, İmam Zəhəbinin Böyük Günahlar kitabını oxumağa davam edirik. Bugünkü götürəcəyimiz növbəti böyük günah, dördüncü böyük günah, şeyx burada gətirir ki, namazı tərk eləmək. Deməli, götürdük birinci böyük günah şirk idi, ikinci böyük günah adam öldürmək, üçüncü sehirbazlıq və dördüncü böyük günah namazı tərk eləmək. Namaz İslamda əhəmiyyətli ibadətlərdəndir. Heç bir əməl namazla müqayisə olunmur. Yəni, şəhadətdən sonra ən əfzəl, ən önəmli əməl namazdır. Namazı tərk etmək günahların ən böyüyüdür. Yəni, şirkdən və küfürdən sonra namazı tərk eləmək qədər böyük günah yoxdur. Zaten namazı tərk eləmək özü küfürdür. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, bizimlə kafirlərin arasında əhd namazdır. Kim namazı tərk eləyərsə küfrə düşmüş olar. Namazı tərk eləmək bütün ümmətin icmasından küfürdür. Lakin təbii ki, ixtilaf var ki, kiçik küfürdür, yoxsa böyük küfürdür. Bu barədə də danışacağıq inşallah. Namaz, necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, namaz dinin dirəyidir. Və kim namazını da tərk eləyərsə küfrə düşmüş olar. Subhanallah, baxırsan, bugün müsəlman ailədir. Ailədə hər kəs özünü İslama nisbət eləyir. Ancaq ki, ailədə heç kim namaz qılmır. Ata namaz qılmır, ana namaz qılmır, uşaqlar namaz qılmır, namaz öyrənmirlər. Halbuki bu önəmli bir məsələdir. Yəni, namaz qılmayan böyük günah sahibidir, fasiqdir. Ən yüngül kəlmə alimlər namaz qılmayan barəsində fasiq deyiblər. Yəni, kiçik küfür sahibi deyiblər. Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki, فَخَلَفَ مِنْ بَعْدِهِمْ خَلْفٌ أَضَاعُوا الصَّلَاةَ وَاتَّبَعُوا الشَّهَوَاتِ فَسَوْفَ يَلْقَوْنَ غَيَّ. Deyir ki, onların arxasınca namazı buraxıb şəhvətlərinə uyan bir nəsil gəldi ki, onlar da bu əməlinə görə, yəni namazı buraxdıqlarına görə cəhənnəmin qay dərəsinə gedəcəklər. Yəni, subhanallah, burada ümumiyyətlə namaz qılmayandan söhbət getmir. Yəni, namaz qılırlar, amma namazını zay edirlər. Bu ayədə də Allah Subhanahu taala deyir ki, onlar da bu əməlinə görə cəhənnəmin qay dərəsinə gedəcəklər. Namaz qılmayanın halı necə olacaq o zaman? Namaz qılmayanın hökmü barəsində təbii ki, alimlər ixtilaf edirlər. Bu ixtilaf hamımız bilirik. Namaz qılmayanın hökmü barəsində 3 dənə rəy var, məşhur olan. Birinci rəy odur ki, bir qrup alimlər ümumiyyətlə namaz qılmayanı mütləq olaraq təkfir edib, yəni kafir görüblər. Burada namaz qılmayan deyəndə kim nəzərdə tutulur? Yəni, namazı inkar edən nəzərdə tutulmur. Namazı inkar edib qılmayan zaten kafirdir. Yəni, bir kəs deyirsə ki, namaz önəmli deyil, namaz qılmaq vacib deyil, namazın vacibliyini inkar edir, bu adam kafirdir. İxtilaf bunda deyil. İxtilaf o kəsdədir ki, bu adam tövhidi var, kəlmə-i şəhadəti var və namazın da fərzliyini qəbul edir və deyir ki, inşallah qılaram, Allah hidayət versin və s. Yəni, bu adam namazı qəbul edir. İxtilaf bundadır ki, bu müsəlmandır, yoxsa müsəlman deyil. Bir qrup alimlərə görə bu da müsəlman deyil, kafirdir. Bir qrup alimlərə görə isə ikinci rəyə görə də əgər ömründə bir dəfə də olsa namaz qılıbsa, yəni kafir deyil, müsəlmandır. Və başqa üçüncü rəyə görə, üçüncü məşhur rəyə görə ümumiyyətlə tövhidi varsa, kəlmə-i şəhadəti varsa, ömründə namaz qılmayıbsa da belə yenə müsəlmandır. Yəni yenə təkfir olunmur, ancaq ki, böyük günah sahibidir. Yəni o hal üzrə ölərsə təhlükəli bir haldır. Allah Subhanahu taala Quran-ı Kərimdə deyir ki, vay o namaz qılanların halına ki, onlar namazlarında səhlənkardırlar. Yəni, namazlarında səhlənkar olmaq nə deməkdir? Necə ki, Səad radiyallahu anhu deyir, yəni o kəslər ki, namazları vaxtından gecikdirərlər. Yəni, vay da cəhənnəmdə bir dərənin adıdır. Yəni, namazı vaxtından gecikdir. Yəni, 5 vaxt namaz qılan bir kəs üçün namazı vaxtından gecikdirmək insanın cəhənnəmə düşməyinə səbəbdirsə, subhanallah, gör, ümumiyyətlə namaz qılmayan halı necədir. Başqa ayədə Allah Subhanahu taala buyurur ki, sizi səqər cəhənnəminə salan nədir? Onlar da deyəcəklər ki, biz ümumiyyətlə namaz qılanlardan deyildik. Yəni, namaz tərk eləmək çox əzəmətli bir günahdır. Yəni, zinadan da, adam öldürməkdən də, içki içməkdən də, yəni ağlına gələn bütün böyük günahlardan böyükdür. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim deyir əsr namazını qılmazsa, bütün əməlləri puç olar. Yəni, bir kəs bilərəkdən, yəni əsr namazının vaxtı girdi, mən əsr namazı, məsələn, kimsə bilərəkdən əsr namazını məğribə qədər qılmır, həmin gün elədiyi bütün əməlləri puç olur. Həmin gün olsun sədəqə verib,
məscidə gedib, Quran oxuyub, oruç tutub, neyniyib, bütün əməllər savabı getdi. Yəni, subhanallah, çox təhlükəli bir şeydir. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, kim əsr namazını itirən bir kimsənin misalı, ailəsini və mal dövlətini itirən bir kəsin misalıdır. Subhanallah, yəni kim əsr namazını itirərsə, sanki ailəsini və var dövlətini itirib. Yəni, o qədər önəmlidir. Burada, subhanallah, yəni bir namazdan söhbət gedir. Və başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, deyir, kim bilə-bilə, hədisin əvvəl deyir, فَلَا تَتُرْكَنَّ صَلَاةً مَكْتُوبَةً مُتَعَمِّدًا, deyir ki, Allahın sənə yazdığı bir vacib namazı buraxma. Kim bilə-bilə bir vacib namazı tərk eləyərsə, Allahın qoruması ondan uzaqlaşar. Yəni, bilə-bilə bir vacib namazı tərk eləmək səbəbdir ki, İnsan Allahın qorumasından uzaqlaşır. Ümumiyyətlə, namazı tərk eləməyə bir üzür yoxdur. Yəni, namaz elə ibadətdir ki, başqa ibadətlərdə üzür var. Məsələn, xəstəsən, oruç tuta bilmirsən, əvəzinə kəffarə verirsən. Ümumiyyətlə, imkanın yoxdur kəffarə belə verməyə, kəffarə belə vermirsən. Çünki Allah subhanət hala insanı gücü çatmayan bir şeylə yükləmir. Məsələn, imkanın yoxdur həccə getməyə, həccə getmirsən, sənə artıq vacib deyil. İmkanın yoxdur ümrə eləməyə, ümrə eləmirsən, sənə artıq vacib deyil. İmkanın yoxdur zəkat verməyə, zəkat vermirsə sənə artıq vacib deyil və s. Amma namaz belə deyil. Namazda xəstəsən, ayaq üstə dura bilmirsənsə oturub qılırsan. Oturub qıla bilmirsənsə uzanıb qılırsan. Və s. Yəni, namaz mövzusunda üzür yoxdur. 2 dənə üzür var, şəri. Birincisi, yəni insan unudur. Məsələn, zöhr namazının vaxtı girdi, unutmusan. Bir də əsr namazının vaxtı çatır, yadına düşür ki, zöhrü qılmamısan. O zaman Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, kim unudarsa, xatırlayan kimi qılsın. Yəni, yadına düşən kimi zöhrü qılırsan. Bu artıq üzürdür, çünki unutdun. İkinci şəri üzür, yatıb qalmısan. Burada hansı yatıb qalmaqdan söhbət gedir? Yəni, səbəblərdən tutub yatıb qalmısan. Məsələn, indi fəcr namazında, məsələn, axşam yatırsan, səbəblərdən tutursan, budilnik qoyursan, nə bilim, evdəkilərə deyirsən, səni oyatsın, başqa səbəblərdən tutursan və s. ki, namaza oyanasan. Bütün səbəblərdən tutunsa, oyana bilmədiysə, o zaman bu özürdür. İnşallah oyanan kimi qılırsan. Yox, əgər səbəblərdən tutub yatırsansa, bu artıq sən namazı bilərəkdən tərk edən hökmündəsən. Ümumiyyətlə, alimlər deyir ki, bir insanın qəlbinin daşlaşmasının ən böyük əlaməti odur ki, yəni, fəcr namazına oyanmamaq niyyətindən yatır. Yəni, bir kəs o niyyətlə yatır ki, mən sabah fəcr namazına oyanmayacam. Yəni, bu, insanın qəlbinin daşlaşmasının ən böyük əlamətidir. Subhanallah, görürsən, məsələn, işi saat 7-dədir, misal üçün, yay vaxtı fəcr namazı biraz tez olur. Deyir, fəcrə durub yatmaq, sonra işə gedə bilməyəcəm, elə birbaşa duranda qəzasını qılıb gedərəm, misal üçün. Yəni, subhanallah, bu, qəlb daşlaşmasının ən böyük əlamətidir ki, insan fəcr namazına durmamaq niyyətindən yatsın. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, münafiqlərə ən ağır gələn 2 namazdır. Sübh namazıyla işə namazı. Ömər radiyallahu anhu buyurur ki, məşhur sözdür, deyir, namazı tərk edənin İslamdan bir payı yoxdur. Və başqa bir rivayətdə Əbu Hüreyrə radiyallahu anhu deyir ki, deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmin səhabələri namazdan başqa heç bir əməlin tərk olunmasını küfür saymırdılar. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmin səhabələri namazdan başqa heç bir əməlin tərk olunmasını küfür saymırdılar. Və İbn Həzm rahiməhullah deyir ki, deyir, şirkdən sonra ən böyük günah namazı vaxtı çıxana qədər tərk eləməkdir və bir də haqsız olaraq bir mömin qulu öldürməkdir. Yəni, Allaha şərik qoşmaqdan sonra ən böyük günah namazı vaxtı çıxana qədər gecikdirməkdir və bir də mömin bir kimsəni öldürməkdir. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, qiyamət günü qulun ən birinci soruşulduğu əməl namazdır. Əgər namazı yerində olarsa, o biri əməllərdə yerində olar. O biri əməllərdə ondan qəbul olar. Yox, əgər namazları yerində olmazsa, o biri əməllərdə yerində olmaz. Yəni, namaz bu qədər önəmlidir. Və başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, deyir, mən insanlarla kəlmə-i şəhadət gətirib, namaz qılıb, zəkat verənə qədər insanlarla vuruşmaqla əmr olundum.
Əgər onlar bunu edərlərsə, İslam haqqı xaric, onların malları və qanları haramdır. Yox, əgər küfürlərini gizlədərlərsə, hesabları uca Allaha aiddir. Hamımız bilirik, məşhur rəvayətdir, Zülxüveysra, xavaricilərin başı, belə deyək ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə deyir ki, ya Rasulullah deyir, Allahdan qorx, ədalətli ol. Onda Xalid bin Valid radiyallahu anh deyir ki, ya Rasulullah deyir, icazə ver boynunu vurum. Onda Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, yox deyir, ola bilsin ki, o namaz qılanlardandır. Yəni, bir insanın namaz qılması artıq onu İslam qoruması altına alır. Və subhanallah, namaz qılmamaqda təhlükəli bir əməldir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, kim 5 vaxt namazını qoruyarsa, qiyamət günü bu onun üçün bir nur olar və bir dəlil olar və bir qurtuluş olar. Və kim də 5 vaxt namazını qorumazsa, qiyamət günü onun üçün nə bir nur olmaz, nə bir dəlil olmaz, nə də bir qurtuluş olmaz və o qiyamət günü Fironla, Həmənlə, Qarunla, bir də Ubey ibn Xaleflə bir yerdə həşr olunar. Subhanallah, bu 4 nəfər, bu 4 kişi, necə ki İbn-i Qayyim rahimehullah deyir ki, bunlar yaşadıkları dövrdə küfrün ən başda gedənləri idi. Yəni, belə deyək, ən pik kafirlər idi yaşadıkları dövrdə. Firon, hamımız bilirik. İbn-i Qayyim rahimehullah deyir, hədisə belə şərh verərək deyir ki, kimin deyir, sultanlığı, taxt tacı onu namazdan yayındırarsa, o Fironla bir yerdə həşr olunar. Kim də namazını ticarətinə görə itirərsə, Ubey ibn Xaleflə bir yerdə həşr olunar. Kim də namazını tutduğu vəzifədən dolayı itirərsə, Həmənlə bir yerdə həşr olunar. Kim də namazını puldan dolayı tərk eləyərsə, Qarunla bir yerdə həşr olunar. Firon hamımız bilirik. Həmən də Fironun vəziri idi, bunu da bilirik. Qarunu da hamımız bilirik ki, var dövlət sahibi idi, ancaq Musa əleyhissalama qarşı vuruşurdu. Ubey ibn Xalefi çoxlarımız bilmirik. Ubey ibn Xalef Peyğəmbər sallallahu aleyhi və səlləmin vaxtında Məkkədə yaşayan müşriklərdən idi, Məkkə müşriklərdən idi. Niyə Ubey ibn Xalef? Peyğəmbər sallallahu aleyhi və səlləm bütün ömür boyu, istər döyüşdə olsun, istər döyüşdən kənarda olsun, heç kimi öldürməyib. Nə döyüşdən kənarda heç kimi öldürməyib, bütün ömür boyu. Bir nəfərdən başqa, o da Ubey ibn Xalef. Peyğəmbər sallallahu aleyhi və səlləm Ubey ibn Xalefi özü öldürüb. Yəni, o qədər küfründə, şirkində, xəbisliyində o qədər şiddətli olub. Və yeganə adamdır ki, onu Peyğəmbər sallallahu aleyhi və səlləm özü öldürüb. Yəni, siz təsəvvür edin ki, adamın küfrü, şirki nə dərəcədə olub. Və o evindən Uhud döyüşündə sırf Peyğəmbər sallallahu aleyhi və səlləmi öldürmək üçün və o niyyətlə yaşayır. Və Peyğəmbər sallallahu aleyhi və səlləmi görəndə deyir ki, mən səni öldürəcəm. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, xeyr deyir, mən səni öldürəcəm. Bunu deyəndə qorxur. Uhud döyüşünə gəlmək istəmir. Çünki deyir ki, Məhəmməd dedi ki, məni öldürəcək. Ancaq ki, o kibir, təşəbbürlük, yəni onu gətirir. Və gələndə artıq Peyğəmbər sallallahu aleyhi və səlləmin əlindən ölür. Yəni, subhanallah, və namaz qılmayan bir kimsə də, yəni bu 4 kişi ilə bir yerdə həşr olunur. Fironla, Həmənlə, Qarunla və Ubey ibn Xaleflə. Namaz qılmaq da tam bunun əksi. Namaz qılmaq da insanı həm Allahın əzabından qurtarmasına bir səbəbdir, həm günahlarının bağışlanmasına bir səbəbdir. Düzdür, hədis zəifdir, ancaq ki, mənası səhihdir ki, deyir, siz deyir, günahlar içində yanırsınız gün ərzində. Ta ki, zöhr namazının vaxtı gəlinə qədər zöhrü qılırsınız və günahlarınız bağışlanır. Sonra yenə günah içində yanırsınız, əsrin vaxtı gəlinə qədər əsri qılırsınız, günahlar bağışlanır. Və bu cürdə bütün namazlar arası. Və başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, deyir, qul deyir, namaza durduğu zaman onun bütün günahları başının üstünə gətirirlər. Və hər dəfə ruku və səcdə elədikcə o günahlar tökülər. Yəni, subhanallah, bu da ruku və səcdəni uzatmağın fəzilətindən. Yəni, insan hər dəfə rukuda olanda, səcdədə olanda onun günahları onun üstündən tökülür. Və başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, sizlərdən birinin evinin qarşısında bir çay axarsa, o da həmin çayda gündə 5 dəfə yuyunarsa, onun günahlarından bir şey qalarmı? Səhabələr deyir ki, xeyr ya Rasulullah, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, 5 vaxt namaz qılmaq da elədir ki, günahları yuyub aparır. Və subhanallah, hər bir müsəlman namazında güclü olmalıdır.
namazına əhəmiyyət verməlidir. Övladlarına namaz öyrətməlidir. Çünki bu önəmli bir şeydir. Yəni görürsən, insan dünyanın arxasınca qaçır, ticarətinin arxasınca qaçır, övladının dərsindən maraqlanır, işinlə və s. Ancaq ki, namaz qalır qıraqda, hansısı ki, bu daha önəmlidir. Yəni, bu dünya deyil. Məsələn, dünya odur ki, 50 il, 60 il, 70 il yaxşı pis dolanırsan və salam, öldün, getdin. Ancaq ki, bu axirət məsələsi, daha ciddi bir məsələdir. Yəni, əbədi cəhənnəm və yaxud da əbədi cənnət. Necə ki, Allah Subhanahu taala Quran-ı Kərimdə deyir, fəriqun fil cənnə və fəriqun fis səir. Deyir ki, bir qrup insanlar cəhənnəmdə olacaq, bir qrup insanları da cənnətdə. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, qiyamət gün deyir, ölüm deyir, qoyun şəklində və yaxud da heyvan şəklində gətirilib, cəhənnəmlə cənnət arasında kəsiləcək, yəni öldürüləcək və deyiləcək ki, cənnət əhli siz burada əbədi qalırsınız, sizə ölüm yoxdur və cəhənnəm əhli siz də burada əbədi qalırsınız və sizə ölüm yoxdur. Və subhanallah, bu çox ciddi bir məsələdir. Yəni, məsələ 60-70 il çətinlik məsələsi deyil. Məsələ, yəni bir əbədi cəhənnəmdə qalmaq və yaxud da oradan qurtulmaq məsələsidir. Allah subhanət hala biz də cənnət əhlinə eləsin. Allah subhanət hala bizi sabit eləsin ibadətlərimizdə, namazlarımızda. Allah subhanət hala bizi eşitib faydalanlardan eləsin. Və sallallahu alə nəbiyyinə Muhammed.